أشهد أن محمدًا رسول الحمد لله إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له نشهد أن لا إله إلا الله ونشهد أن سيدنا محمدا عبده وحبيبه ورسوله أما بعد فيا عباد الله اتقوا الله وأطيعوه إن الله مع الذين اتقوا والذين هم محسنون قال الله تعالى في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم والذين جاءوا من بعدهم يقولون ربنا اغفر لنا ولإخواننا الذين سبقونا بالإيمان ولا تجعل في قلوبنا غلا للذين آمنوا ربنا إنك رؤوف رحيم قال رسول الله صلى الله عليه وسلم حق المسلم على المسلم خمس رد السلام وعيادة المريض واتباع الجنائز وإجابة الدعوة وتشميت العادس. Esselamu Aleyküm değerli Müslümanlar. Uca Allah'a hamdü senalar olsun. Resulullah sallallahu aleyhi ve selleme salatü selamlar olsun. Sizlere ve özme uca Allah'a karşı tekvalı olmalı ve Resulullah sallallahu aleyhi ve sellemin yolundan gitmeyi tövsiye ederim. Ettiğimiz nəsihətlər öncə özmə, sonra siz değerli kardeşlerime. Əziz Müslümanlar, Rabbimizə hamdü senalar olsun ki, bizlere birlik ve beraberliğimizi bildiren bu cümə günü namazımızı əda etmək üçün öz evlərinin birində bir araya gelmeyi nəsib etdi. Cümə günü Rabbimizin qulluğumuzu ərz etmə, həmçinin bir-birimizin könlünü qazanma, qardaşlığımızı möhkəmləndirmə günüdür. Cümə günü Resulullah sallallahu aleyhi ve sellemin əsrlər əvvəl tərif etdiyi qardaşlıq əxlaqına qulaq verək. Əziz müminlər, Peyğəmbər Efendimiz sallallahu aleyhi ve sellem müsəlmanları bir-birlərinə bağlayan və sevgi ilə bağlı əlaqələr qurmalarını vəsilə olacaq gözəllikləri bizlərə belə xəbər verir. Müsəlman üzərindəki haqqı 5'dir. Salamını almaq, xəstələndiyi zaman ziyarət etmək, cənazəsinə qatılmaq, dəvətinə icabət etmək və asqırdığı zaman ona dua etməkdir. Bu hədis-i şərifdə Peyğəmbər sallallahu aleyhi və səlləmin nəsiyyət etdiyi ilk vəzifə müsəlmanların bir-birlərinə salam verməsidir. Salam könüldən könlə məhəbbət körpüsü qurmağa vəsilə olur. Salam imanın gərəyi, etibarlığının təminatı və sevginin kamalıdır. Rabbimiz Nisa suresinin 86. ayəsində belə buyurur. Sizə salam verildiği zaman onu daha gözəl alın və ya eynisi ilə sahibinə qaytarın. Qiymətli müsəlmanlar, Allah Resulü sallallahu aleyhi və səlləmin nəsiyyət etdiyi ikinci vəzifə xəstə ziyarətidir. Sağlamlığımızı hər zaman itirə biləcəyimiz və bir-birimizə möhtac olduğumuzu xatırladan bu ziyarət uca Rabbimiz sonsuz rəhməti çatdıracaq vəsilədir. Allah rızası üçün xəstə ziyarətində olan möminlər üçün mələklər belə dua edər. Nə yaxşı etdin, attığın addımlar xeyirli olsun, cənnətdə bir yerin olsun. Resulullah sallallahu aleyhi və səlləmin nəsiyyət etdiyi üçüncü vəzifə müsəlman qardaşının cənazəsində iştirak etməkdir. Qardaşımızın cənazə namazını qılmaq, onun üçün hüsn-i şəhadətdə olmaq, dəfn etmək və yaxınlarına başsağlığı vermək həm dini, həm də insani bir vəzifədir. Həm dini, həm də insani bir vəzifədir. Hər zaman olduğu kimi hüzünlü gündə mümin, Rahman olan Rəbbinə sığınmalı, Allah-u Teala'nın xoşnut edən bu ilahi kəlamla təsəlli tapmalıdır. İnna lillahi və inna ileyhi raciun. Biz Allah'a məxsusuq və ona da qayıdacağıq. Möhtərəm müsəlmanlar, Peyğəmbər sallallahu aleyhi və səlləm nəsiyyət etdiyi dördüncü vəzifə dəvətə icabət etməkdir. Təbii ki, burada Allah'ın razı olmadığı məclislər nəzərdə tutulmur. Bir müsəlmanın şərtlər və imkanlar ölçüsündə
dəvət edildiyi yerə getməsi qardaşı üçün Peyğəmbər əxlaqındandır. Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, hər kim dəvətə icabət etməzsə, həqiqətən o Allaha və Rasuluna üsyan etmiş olar. Sevgili Peyğəmbərimizin nəsiyyət etdiyi 5-ci vəzifə isə asqırdığında qardaşına dua etməkdir. Necə ki, Allah Rasulü sallallahu aleyhi və səlləm asqıran bir mömin ilə ona şahid olan digər müminin qarşılıqlı olaraq bir-birləri haqqında səhhət və hidayət təmənni etməsi belə vurğulanır. Biriniz asqırdığı zaman Elhamdülillah desin. Mömin qardaşı da ona Yerhamkallah, Allah sənə mərhəmət etsin deyə qarşılıq versin. Asqıran şəxs də bu dəfə Yəhdikumullah və yuslih bələkum, Allah sizlərə hidayət etsin və halınızı, işinizi də yaxşılaşdırsın. Dəyərli müsəlmanlar, əlbəttə qardaşlıq hüququmuz bu 5 vəzifə ilə sərhədli deyildir. Ailəmizə, qonşumuza, əqrabamıza yaxşılıq etmək, yetimlərə dəstək olmaq, ehtiyac sahiblərinə yardım etmək öhdəliklərimiz vardır. Allah-u Teala cümləmizi qardaşlıq hüququna riayət edən qullarından etsin. Ümməti Muhammedin qəlblərini sevib, razı qalacağı şəkildə birləşdirsin. Xütbəmizi Quran-ı Kərimdə bizə öyrətdiyi bu dua ilə bitirirəm. Rabbena ighfir lana və li ikhwanina allazina sabaquna bil iman və la tec'al fi qulubina ghillan lillezina rabbana innaka raufur rahim. Ey Rəbbimiz, bizi və bizdən əvvəlki iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz, həqiqətən sən şəfqətlisən, rəhimlisən. Ələ innə əhsənəl kələm və əbləğən nizam, kələmullahil məlkil əzizil əllam, kəmə qalallahu təbarək və təalə fil kələm, və izə quriyəl Qur'an fəstəmi'u ləh, və ansitu ləalləkum turhamun. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم إن الدين عند الله الإسلام